səslənəcək. Sosial Yardım İctimai Birliyinin sədri, layihə rəhbəri Mehriban Hüseynovanı dəvət edirik. Buyurun Mehriban xanım. Hörmətli qonaqlar, dəyərli mütəxəssislər, sizi Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarının Dövlət Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən koklear implantlı şəxslərin həyata adaptasiyası, valideynlərin maarifləndirilməsi layihəsi çərçivəsində keçirilən tədbirdə salamlayıram. İlk öncə bu layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə qeyri-hökumət təşkilat Azərbaycan Respublikası Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün xanım Əliyevəyə təşəkkürümü bildirirəm. Mən Mehriban Hüseynova, koklear implantlı şəxslərə Sosial Yardım İctimai Birliyinin sədri, koklear implantlı bir övladın anasıyam və eyni zamanda bu layihənin rəhbəriyəm. Ardıcıllıqlarla sizlərin diqqətinə çatdıracaq və hər birinizi bilgiləndirəcək. Bir daha hər birinizə təşəkkür edirəm. Çox sağ olun gəldiyiniz üçün və bir məqamı da diqqətinizə çatdırmaq istəyirəm ki, bilirsiniz, Respublikamızda 2015-ci ildən koklear implant əməliyyatı kütləvi surətdə dövlət proqramına əsasən həyata keçirilir. Hazırda Respublikamızda 1200-ə yaxın, yəni bu dəqiq məlumatdır, 1200-ə yaxın koklear implant istifadəçisi var. Çox təəssüf ki, sayımız gündən-günə artır. Azərbaycan Respublikasında iki koklear implant firması fəaliyyət göstərir. Onlardan biri Medel İmplant, digəri koklear implant firmasıdır. Bugünkü tədbirimizdə Medel İmplant nümayəndəliyinin mütəxəssisi valideynlərə implantın ayarları, hissələri, modelləri haqqında məlumat verəcək. Mən düşünürəm ki, bir ailədə övlad böyüyürsə koklear implantlı, valideynin borcudur hətta. Uşağının istifadə etdiyi implantın modelini, hər hansı detallı haqqında informasiyası, məlumatı olsun ki, yaranan problem zaman ilk öncə özü həllinə çalışsın. Bir daha bu layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Qeyri-hökumət təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədrinin rəhbərliyinə təşəkkürümü bildirirəm. Hər birinizə təşəkkür edirəm. Diqqətiniz üçün tədbiri açıq elan edirəm. Xoş gəlmişsiniz. Mehriban xanım, zəhmət olmasa gözləyərdiniz səhnədə. İştirak etdikləri üçün və göstərdikləri diqqətə görə təşəkkür edirik. Söz verilir Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Aydın Mirzazadəyə. Buyurun Aydın müəllim. Teşekkür ederim. Bu mövzuda tədbirin keçirilməsini çox yüksək qiymətləndirir. Olduqca vacib bir məsələdir. Çox təəssüf ki, cəmiyyətin müəyyən bir hissəsi bizdən bir qədər xüsusi bir dövlət, qadın, ailə və uşaq problemləri komitəsi yaradıldı. Yəni, dövlət bu məsələləri diqqətdə saxlayır. Mən özüm vaxtaşırı bu və ya digər ailənin problemləri ilə bağlı komitəyə müraciət edirəm. İnanırsınız, baxmayaraq ki, problem fərdidir, ancaq bir ailəyə, bir nəfərə aiddir. Başda hörmətli Bahar xanım olmaqla komitənin bu məsələlərə nə cür həssaslıqla yanaşdıqları artıq bir praktikaya çevrilir. O cümlədən bu problem hansı ki, onun həlli istiqamətində bugün biz müzakirələr aparacaq, görülən işləri informasiyanı dinləyəcək. Görünən ondan ibarətdir ki, bu məsələ də diqqətdədir.
və ilk növbədə o uşaqların müəyyənləşdirilməsi, onların həyata tam inteqrasiya olunması üçün tədbirlərin görülməsi olduqca vacibdir. Çox təəssüf ki, bəzən ailələr böyüyən uşaqda bu və ya digər fərqli bir xüsusiyyəti görəndə onu gizlətməyə çalışırlar. Hesab edirlər, ya keçib gedər, ya bunu cəmiyyətə bildirsəm nə cür qiymətləndirir, nə cür qiymətləndirir. Əksinə biz hamımız onun yanında olacaq. Biz hamımız onun probleminin həllinə kömək edəcəyik, yol göstərəcəyik. Bu məsələnin həlli ilə bağlı həm özümüzün, həm dünya təcrübəmizi ortaya qoyacaq. 20-30 il bundan əvvəl məgər bu tip uşaqların müalicəsi ilə bağlı, onların cəmiyyətə inteqrasiyası ilə bağlı bu üsullar mövcud idi? Yox idi. Dünyada var idi. Deməli, dünyada yaxşı nə varsa onların hamısı Azərbaycana gətirilməsi bizim həyatımızın artıq bir tezisidir. Həyatımızın bir reallığıdır. Bu istiqamətdə görülən işləri müsbət qiymətləndirirəm və mən ilə gəlir ki, hörmətli Mehriban xanım, təkcə uşaqlarla bağlıdır. Tədbiri təşkilatçılarına, o cümlədən bu müəssisənin rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Dəyərli fikirləriniz üçün təşəkkür edirik Aydın müəllim. Söz verilir Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Azər Allahveranova. Buyurun. Onlara dəstək göstərmək, onlarla bağlı cavab verməklə nəticə etibarlı bir mütəxəssis sözünü demiş olacaqlar. Və mənim əlimdə tribunaya qalxanda bu bukletə də diqqət yetirdim və burada diqqətimi çəkən bir neçə məsələ oldu ki, valideynlər nə etməlidir və reabilitasiya və adaptasiya addımları. Mən düşünürəm ki, burada önəmli olan məsələ təbii ki, cəmiyyətin buna hazır olmasıdır bir mənalı şəkildə. Cəmiyyət bir neçə segmentlərdən ibarətdir. Burada valideynlərlə yanaşı, yəni ailə üzvlərinə yanaşı, eyni zamanda məktəblər, sonra müxtəlif ictimai təsisatlar, harada ki, həmin uşaqlar cəmiyyətə, Aydın müəllim demişkən, inteqrasiya olunacaqlar. Amma inteqrasiya olunana qədər onların mütləqdir ki, bir adaptasiyası həyata keçirilsin. Adaptasiya çox mürəkkəb, çox şaxəli və zaman-zaman bəlkə də ola bilsin ki, sizin, bizim gözləntiləriniz istədiyimiz vaxtda da özünü doğrultmasın. Amma bu məsələ elə bir məsələdir ki, burada səbirli olmaq lazımdır, burada təmkinli olmaq lazımdır. Necə ki, bugün uşaqların dilindən biz Azərbaycan himnini eşitdik və həmin uşaqların da digər sahələrdə də fəaliyyət göstərməsi, yəni tam şəkildə bu cəmiyyətə inteqrasiya olunması çox ağır yoldan keçən, bəlkə də ola bilər müəyyən mənada psixoloji cəhətdən də bir... Buradakı insanı öz yerimizə qoya bilək. Müalicə etdiyimiz uşağa öz övladımız kimi baxaq. Müalicə etdiyimiz xanıma və ya kişiyə öz ailəmizin bir üzvü kimi yanaşa bilək. Təəssüf ki, maddiyyat, təəssüf ki, maddi maraqlar getdikcə hər şeyi üstəliyir. Və müasir dövrün ən böyük problemi də budur. Maddiləşmə, pul, bəli, mən həmişə deyirəm, pul çox lazımdır, hamımıza lazımdır, amma pul hər şey deyil. Cəmiyyətin böyük bir hissəsi xəstə olarsa, sağlamlıq imkanları məhdud olarsa, biz hansı normal cəmiyyəti qura biləcəyik? Və o mənada burada bizim hər birimizin üzərinə böyük bir məsuliyyət düşür ki, biz bu məsələlərə çox həssas yanaşmalıyıq. Heç kim öz peşəsinə xəyanət etməməlidir, öz xəstələrinə, dərs keçdiyi şagirdlərə, pasiyentlərə, onlara yanaşmada bu həssaslığı qorumalı. İkinci bir çox önəmli məsələ isə onun üzərində xüsusi durmaq istəyirəm ki, maarifləndirmə və təbliğat. Bugün bizim cəmiyyətdə bir problem də var ki, valideynlər bu məsələlərə o qədər də həssas yanaşmır. Bunu mən bir neçə tədbirdə demişəm. Bu yaxınlarda mənə bir nəfər dedi ki, bir uşağı mənim yanıma gətirmişdilər. O uşağın 15 yaşı var idi. Valideyn uşağından şikayət edir ki, uşaq sözümə baxmır. Uşağın əlinə baxdım, gördüm, uşağın əlində yanıq var. Uşağı diaqnoz qoydum, məlum oldu ki, uşaq autizmli uşaqdır. Yəni, uşağın artıq 15 yaşı var, valideynin bundan xəbəri yoxdur. Və ya başqa problem, bəzən eşitmə məhdudiyyəti olur,
bəzən görmə məhdudiyyəti olur. Biz bu kimi məsələlərdə həssaslıq nümayiş etdirməliyik ki, bayaq burada qeyd olundu, valideynlər bu kimi məsələlərdən çəkinməli deyirlər. Bəzən, məsələn, mən gedirəm tədbirlərə, elə bizim çox yaxşı autizmli uşaqlarımız qeyd etməliyəm. Cəmiyyət burada qeyd olundu bizim hörmətli Milli Məclisin üzvləri tərəfindən ki, cəmiyyətdə biz bəzən deyilik əlilliyi olan şəxslərin problemləri var. Ancaq əslində əlilliyi olan şəxslərin problemləri yoxdur. Problem cəmiyyətdədir. Yəni cəmiyyətdə problem olmasa, əlilliyi olan şəxslərin də problemi olmaz. Bu müxtəlif sahələr üzrədir. Mən indi onların hamısını qeyd etmək istəmirəm. Ancaq bir vacib, önəmli məsələ var, əlilliyin dərki məsələsi. Biz bütün hallardan ilk öncə əlilliyin dərki məsələsini cəmiyyətə çatdırmalıyıq ki, bizim cəmiyyətin bütün təbəqələri fərqi yoxdur. Qanunverici, icra edici orqanı, məhkəmə orqanları olsun və yaxud cəmiyyətin özü olsun, bu sahədə maarifləndirsinlər. Son illər bildiyiniz kimi Azərbaycan Respublikası əlillik sahəsində çox mühüm proqram var, həyata keçirilir və Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatlarının əlilliyi olan şəxslərin hüquqları haqqında konvensiyanı ratifikasiya etmişdir və bu konvensiyanın qeyd edim ki, araya ərsəyə gəlməsinin bugün bu il 20 illiyidir və oktyabrda qeyd edim ki, 2008-ci ildə Azərbaycan Respublikası ratifikasiya etmişdir və ondan sonra da bizim hörmətli Milli Məclisin üzvləri daha yaxşı bilirlər. Bizim milli qanunvericilik artıq o konvensiyaya uyğunlaşdırılmağa başladı və yeni qanun layihələri hazırlamağa başladı. Mən bu sahədə bir 35-36 il çalışan bir insan kimi deyə bilərəm ki, bizdə hazırda qanunvericilik icranı biraz çox qabaqlayır. Yəni icrada müəyyən problem var, icra mexanizmlərində müəyyən problemlər var və inanırıq ki, dövlətin göstərdiyi bu səylər, bu dəstəklər nəticəsində bunlar da tədricə aradan götürüləcək və cəmiyyətdə biz əlilliyə tibbi baxışdan daha tez sosial baxışa keçə biləcəyik. Son illər inklüziv cəmiyyətdən çox danışılır. Həm qeyri-hökumət təşkilatları, həm eyni zamanda dövlət təşkilatları tərəfindən. Bilirsiniz, dünyada müəyyən etaplar keçdi. Bu segregasiya dövrü idi, yəni təcrid olunma dövrü. Bu bütün dövlətlərdə olur, tək bizdə olmayır və ondan sonra inteqrasiya dövrü başladı. Hazırda biz inklüziv cəmiyyətin qurulması istiqamətində artıq biz inteqrasiyalı cəmiyyət yox, inklüziv cəmiyyət qurmağa çalışırıq və belə hesab edirəm ki, qeyri-hökumət təşkilatlarından, hökumət təşkilatlarından, digər ikinci sektora aid olan təşkilatların bircə səy nəticəsində əlilliyi olan şəxslərimiz üçün bərabər imkanların yaradılması ilə biz inklüziv cəmiyyətin qurulmasına nail olacaq və bu işdə hər birinizə uğurlar dilərim. Çox sağ olun. Gəldikdə daha da gözəl nəticələr əldə etmək olur. Arzu edirəm ki, görülən işlər hər biri uşaqlarımızın həyatında yeni imkanlara, yeni uğurlara və daha gözəl gələcəyə çevrilsin. Bu yolda əməyi olan hər kəsə təşəkkür edirəm. Uşaqlarımıza və ailələrimizə sağlam, uğurlu və xoşbəxt gələcək arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm. Bir neçə dəqiqə əvvəl Talih Süleymanov aramızda yox idi. İndi isə onu layihəmizin keçirilməsi üçün göstərilən dəstəyə görə, yüksək qonaqpərvərliyə görə və yaradılmış şəraitə görə tədbirin ev sahibi olaraq təşəkkürümüzü bildiririk. Təşəkkürnamənin tərtib olunması üçün səhnəyə dəvət edirik. Təşəkkürnamənin tərtib etməsi üçün səhnəyə Mehriban xanım Hüseynovanı dəvət edirik.
bir daha təşəkkür edirik. Hörmətli qonaqlar, maarifləndirici proqramımızın panelinə başlayırıq. Dəyərli spikerlərimizi səhnəyə dəvət edirik. İlk məruzəçimiz uzun illərdir eşitmə məhdudiyyəti uşaqların müayinəsi, diaqnostikası və koklear implantlı namizədlərin qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən tanınmış audioloq İlahə Aslanovadır. İlahə xanım bugünkü təqdimatında eşitmə diaqnostikası, koklear implant namizədinin seçilmə meyarları, əməliyyata hazırlıq mərhələsi və valideynlərin bilməli olduqları vacib məqamları barədə məlumat verəcək. İlahə Aslanovanı səhnəyə dəvət edirik. Növbəti qonağımız uzun illər təhsil sahəsində fəaliyyət göstərmiş, eşitmə məhdudiyyəti uşaqların təhsilə cəlb olunması və onların düzgün istiqamətləndirilməsi. Onları bu tədbirdə görmək həqiqətən çox xoş. Koklear implant və eşitmə cihazının fərqindən bugün danışmaq istəyirəm. Biz tez-tez belə suallarla qarşılaşırıq ki, valideynlər deyirlər, olar mı ki, uşaqlar eşitmə cihazı ilə davam etsinlər, yəni implant əməliyyatı olunmasın. Çünki əməliyyat biraz daha ağır bir proses kimi gəlir valideynlərə. Ona görə mən bugün istəyirəm bunun fərqindən danışım və bu fərqin nə qədər böyük əhəmiyyəti olduğunu bilsinlər. Eşitmə cihazının istifadəsi üçün əməliyyat lazım gəlmir, ancaq koklear implantı mütləq şəkildə əməliyyat vasitəsilə yerləşdirmək lazımdır. Eşitmə cihazı səsi akustik olaraq gücləndirərək kokleada yerləşən zədələnmiş tük hüceyrələrinin səsi anlamasını hədəfləyir. Ancaq koklear implantın çox böyük üstünlüyü ondan ibarətdir ki, zədələnmiş daxili qulağı sistemdən kənar buraxaraq, tamamilə kənar tutaraq birbaşa eşitmə sinirinə ötürür və elektrik siqnallarını eşitmə sinirinə ötürərək eşitməni təmin edir. Bununla yanaşı, eşitmə cihazları daha çox yüngül, orta, ağır və orta dərəcəli sensorinevral tip eşitmə azlıqlı şəxslər üçün nəzərdə tutulub. Koklear implant isə eşitmə cihazından fayda görməyən, ağır və çox ağır dərəcəli sensorinevral tip eşitmə azlıqlı şəxslər üçün nəzərdə tutulub. Bəzi hallarda belə sual yaranır ki, məsələn, koklear implantasiya əməliyyatı qərarını kim verməlidir? Bu heç bir şəkildə nə tək cərrahın, nə tək audioloqun, nə tək logopedin və yaxud da ki, valideynin təklikdə verəcəyi bir qərar deyil. Bunu xüsusilə vurğulamaq istəyirəm. Bizim ölkəmizdə tam sistemli şəkildə bu formalaşmasa da, dünyada inkişaf etmiş ölkələrdə əməliyyat öncəsində böyük konseyllər təşkil olunur və bu konseyllərin tərkib hissəsində audioloq, logoped, psixoloq, cərrah və radioloq birgə şəkildə qərar alırlar. Çünki bir şey vurğulamaq istəyirəm ki, hər eşitməyən uşaq koklear implant namizədi deyil. Öncəliklə valideynlər bunu qəbul eləməlidir. Bu konseylər, yəni bu komanda işinin təşkili də sırf bu məqsədlə aparılır. Çünki ilk növbədə uşağın psixomotor inkişaf xüsusiyyətləri qiymətləndirilməlidir. Səsi sadəcə eşitmək deyil də, uşağın ayırt edib anlaya biləcəyi, yəni inkişaf xüsusiyyətlərinə malik olmadığını müəyyənləşdirilməlidir. Logopedlərin iştirakı, yəni əməliyyatdan öncəki reabilitasiya dönəmində onlarda nitqin nə dərəcədə inkişaf edib etmədiyini dəyərləndirmək üçündür. Sonra psixoloqların mütləq iştirakı vacibdir. Çünki uşaqlar bəzən heç əməliyyata belə hazır olmurlar, əməliyyatdan sonra cihazı heç düzgün gəzdirmirlər. Psixoloji cəhətdən onları dəyərləndirməsi çox vacib bir amildir. Yəni o baxımdan, yəni bu komandanın o qədər vacib işi var. Cərrah sadəcə öz işini əməliyyat icra etməklə doğrudan da böyük bir məsuliyyət altında gərək bunu icra edir. Ancaq biz əməliyyat elədiyimiz hər bir uşağın cihazdan fayda görüb görmədiyimizi mütləq şəkildə əməliyyat öncəsi dəyərləndirərək qərar verib bu şəkildə dəyərləndirməliyik. Radioloqun iştirakı da biz bilirik ki, əməliyyat öncəsində, yəni mütləq şəkildə kompüter tomoqrafiya, maqnit rezonans tomoqrafiya müayinələri həyata keçirir və müayinənin dəyərləndirməsi, yəni radioloqlar tərəfindən aparılır. Baxın, bu belə bir komanda işi şəklində olmalıdır və dəqiq qərarı bu mütəxəssislərin iştirakı ilə birgə və valideynin də razılığı əsasında aparılmalıdır. Çünki əməliyyat olunan uşaqlar 18 yaşına çatmamış uşaqlar da əksər hallarda, yəni burada valideynin rızası, icazəsi mütləqdir. Koklear implant əməliyyatına namizəd seçimi kimi qoymuşdum mən başlanğıcı. Kimlər sırf koklear implant əməliyyatına göstəriş sayılır və namizəddirlər? Hələlik mütləq namizədləri demirəm, ancaq yəni bir sıralamada bu əməliyyat üçün nəzərdə tutulmuş şəxsləri nəzərdə tuturam ki, eşitmə cihazından fayda görməyən, ağır və çox ağır dərəcəli sensorinevral tip eşitmə azlığı diaqnozu qoyulan uşaqlar koklear implant əməliyyatına namizəd hesab olunurlar. Əməliyyat öncəsi müayinə planı çox vacibdir. Bəzən valideyn deyə bilirik ki, onlar ayar vaxtı, tənzimləmə vaxtı onu nəzərə alsınlar.
Koklər implantlı şəxslər üçün yəni tövsiyələr istəyirəm. Valideynlər çox diqqətlə məni qulaq assınlar. Birinci qızıl qayda bütün oyaq saatlarında mütləq şəkildə koklər implant taxılmalıdır. Bəzən valideynlər deyirlər ki, məsələn evdə danışan heç kəs yox idi və yaxud da təlimi aparmadım, taxmadım cihazı. Bir şey unutmayın ki, Allah Taala bizi elə yaradıb ki, yəni biz eşidən şəxslər səslərlə dolu bir fəzada yaşayırıq. Bura təkcə danışıq səsləri aid deyil. Eyni zamanda külək səsi, addım səsi, quşların səsi, kitab çevirdiyimiz vərəqin səsi, qapının taqqıltısı, yəni bütün bu səslər daimi bizim nəzərimizdə oldu, olmadı, yəni eşitmə sinirimiz tərəfindən qəbul olunur. Və bütün bu səslərin əhatəsində sadəcə nitqin formalaşmağı mümkündür. İnsan danışıq olaraq 20 ilə 20 min hertz tezlikli səslər arasında olaraq səsləri qəbul edir. 20 hertzin altında olan səslər infrasəslər, 20 min hertzin üzərində olan səslər isə ultrasəslərdir ki, bunları insan qəbul eləmir. Qalan o aralıqda olan bütün səslər isə davamlı şəkildə gün ərzində biz kontaktdayıq. Ona görə də koklər implant istifadəçiləri mütləq şəkildə bütün oyaq saatlarında, yəni cihaz istifadəsi olunmalıdır. İkinci qızıl qayda, bunu gündəlik bir rutinə çevirməlisiniz. Uşaq durdu, əlizini yudu, əynini geyindi. İlk işi eşitmə cihazını taxmaq olmalıdır. Bu çox vacib bir əlamətdir. Yəni uşaq da tədricən bunu gündəlik rutin kimi qəbul edir və daimi şəkildə bunun istifadəsini edir. Sonra uşağın verdiyi reaksiyaları çalışın qeyd edin əməliyyatdan sonraki dönəmdə. Çünki bu tənzimləmələr zamanı mütəxəssisə çox böyük kömək edir. Məsələn, ilk səsi hansı səsə necə reaksiya verdi, ilk dəfə hansı səsi eşidəndə onun təpkisi necə oldu. Bunları siz özünüzdə qeyd eləsəz, mütəxəssisə tənzimləmə zamanı yəni məlumat verdikdə onun tənzimləməsi daha aydın və daha rahat şəkildə baş verir və mütləq şəkildə eşitmə bu implantları nəm alıcı dry box dediyimiz qutularda saxlamaq məsləhətdir. Çünki qulaq özündən mühit olduğu üçün o texniki hissələr nəm mühitə tez zədələnə bilər. Yəni quru saxlamaq çox önəmlidir. Sonra valideynə növbəti tövsiyələrimi istəyirəm verim ki, uşağınıza implant taxıldı, uşağın eşitdi. Bu, hələ onun səsi qavrama anlamına gəlmir. Hələ səsi eşitmək, hələ anladığı demək deyildir. Və heç bir şəkildə də uşağınızı başqa implantlı uşaqlarla müqayisə etməyin. Sizdən çox xahiş edirəm. Çalışın uşağınızı indiki vəziyyətini əməliyyatdan öncəki vəziyyətini müqayisə edin. Çünki hər bir uşağın koklər implant öncəsi eşitmə tarixi, əməliyyat yaşı, qulağın anatomik xüsusiyyətləri fərqlidir. Bu fərqlərdən asılı olaraq da uşaqların reabilitasiyası, adaptasiyası çox fərqli olur. O baxımdan çox önəmlidir ki, siz bunları nəzərə alasınız və uşağınızı sadəcə başqa implantlı uşaqlarla deyil də öz implant öncəsi vəziyyəti ilə yəni müqayisə edəsiniz. Bu çox önəmlidir. Valideynlərə çox böyük tövsiyəm, uşaqları sosiallaşmağınıza dəstək olun. Biz məsələn tədbirlərdə görürük hansı valideynlər ki, daha aktivdir, daha sosialdır və daha uşağının yanındadır. Onlarda uşaqların inkişafı daha yaxşı gedir, adaptasiyası daha rahat olur. Onları oyun qruplarına yazdırın, özlərinin inkişafına şərait yaradacaq fərqli olaraq idman növləri, rəsmlər, yəni maraq dairəsinə uyğun qruplarda iştirakına yəni şərait yaradın və koklər implantın yəni qorxulu bir qurğu kimi deyil də eynə istifadəsi nə dərəcədə rahat şəkildə hər kəsə təqdim edə biliriksə implantı da istifadəsini bu şəkildə rahat təyin etməliyik və valideynlərdən çox xahişim daimi yanlarında yəni batareya gəzdirsinlər. Çünki implantın yəni batareyasının anidən bitməsi bilirsiniz ki, uşağın özü üçün yəni öz dünyasına necə pis təsir edə bilər. Bu çox vacibdir. Bir şey unutmayın ki, yəni koklər implantasiya sonrası dönəm çox böyük səbir tələb edən, motivasiya tələb edən, uzun, məşəqqətli bir yoldur. Bu yolda sizin nə qədər səbirli, nə qədər dəstəkçi olmanız uşağın inkişafına böyük əhəmiyyət verir. Bu şəkli görəndə mən həqiqətən çox duyğulanmışdım. Xarici saytdan götürdüyüm bir şəkil idi. Yəni implantlı uşağına dəstək məqsədinə valideyn tatuaj etdirərək implant şəklində baxırsınız. Yəni bir görüntü yaratmışdı ki, uşamışdı. Yəqin mənə sevgisi nümayişi idi. Bunu da istədim bura qoyum, maraqlı olsun. Çox təşəkkür edirəm. Hörmətli cənablar və xanımlar, hörmətli tədbir iştirakçıları, o qədər həssas 2015-16-cı tədbir sinindən başlayan inklüziv təhsil əvvəl 2 məktəbdə icra olunmağa başladı və məndən qabaq da bizim qonaqlarımız, spikerimiz çıxış elədi. Düşüncə baxımından çox çətindir qəbul eləmək.
Yəni əvvəlcə biz özümüz qəbul edə bilmirdik, özümüz razılaşa bilmirdik. Həmin sinifdə həmin şagirdlərin oxumağına ən birinci etiraz edən elə məhz biz valideynlər olmuşuq. Amma zaman-zaman 2 məktəblə başlayan inklüziv təhsil bu gün yüzlərlə məktəbə əhatə elədi. Və bu baxımdan yaxın 10 il ərzində, artıq 10-cu ili keçmişik və bizim məzunlar oldu. Bu dönəmi daha rahat keçməyimiz üçün, daha aydın, daha işıqlı keçməyimiz üçün sözsüz ki, müəllimlərin, mütəxəssislərin əməyi danılmazdır. Biz hamılıqla birlikdə və çalışdıq ki, həmin şagirdlərin eşitməsinə, danışmasına vəsilə ola bilək. Sağlamlıq dedikdə, məhz hamımız bu müstəvidə yanaşırıq. Düşüncə sağlamlığı. Düşüncəmiz sağlam olmayandan sonra nə qədər fiziki cəhətdən sağlam da olsaq, cəmiyyət üçün faydamız bir o qədər aşağıdır. Hər birimizə əvvəlcə düşüncə sağlamlığı arzu edirəm. Düşüncə sağlam olan yerdə bütün balalar bizim balamızdır. Biz ondan fərq qoymarıq, seçmərik. Və ən əsası eşitmə, danışma, toxunma, görmə, bunlar insanı həyatla, bilavasitə harmoniyada təşkil edən ən böyük komponentlərdir. Biz həmin uşaqları, həmin uşaqların valideynlərini başa düşmək üçün illah da ki, görməyimizin məhdud olmağı lazımdır, ya eşitməyimizin məhdud olmağı lazımdır. Bir təcrübə keçirmişik kampların birində, təxminən 6 saat aparatla səsi tam bağladıq. Həmin yerdə görməni bağlaya bilməzdik, amma aparatla səsi bağladıq. Mən sevdiyim o təcrübədən keçmiş bir adam kimi, insan az qala özü-özünə eşidir, öz ürəyini eşidir. Başqa heç bir şey eşidir. 1-2-3 saatdan sonra artıq insanda agresiya yaranmağa başlayır. Çünki özünü rahat hiss edə bilmir. Və 4-5 saatdan sonra təkidlə onun çıxarılmasını istəyirik. Siz təsəvvür edin, bu uşaqlarımız bizim nə qədər böyük ürəyə sahibdə açılır, o daha çox effektiv olur. Amma o bir cihaz isə ROM-dur. Çünki prosesor cihazın içərisində olduğuna görə onun maqniti mütləq ağır olmalıdır ki, bu cihaz başda qalsın. Bu da həminlə uşaqların dərsi nazik olur, ona problemlər yaradır. Ona görə tövsiyə olunur şirkət tərəfindən də və mən də özüm həmişə tərəfdarıyam ki, kiçik yaşlı uşaqlarda bu şunluqlu cihaz olsun. Şunluqlu cihazların da bir neçə modelləri var ki, hətta belə deyək, uşaq var ki, qulağı həddən artıq balacadır, ona bu standart cihaz yerləşmir. Ona görə də müxtəlif aksesuarlarla, bunun kiçik batareyka ölçüsü ilə və yaxud da hər hansı bir kiçik detalları ilə əvəz etmək mümkündür. Deməli, Sonnet cihazında dediyim kimi, çünki bir çox istifadəçilərimiz bilirlər Sonnet cihazı. Sonnet cihazından sonra Sonnet 2 cihazı çıxdı. Sonnet 2 cihazında funksiyalar artıq biraz çoxaldı. Çünki bunun Bluetooth forması ilə digər cihazlara qoşulması, müxtəlif smartfonlara qoşulması, sonra Roger deyilən bir cihaz var, mikrofon. Bu Fonak şirkətinin səhvləməmsə Roger bir cihazıdır. Bluetooth əlaqəsi ilə, məsələn, məktəblərdə müəllim həmin ruçka formasındadır, qələm formasındadır, böyük bir formadadır. Onu stolun üstünə qoyur, danışdıqca Bluetooth formasında birbaşa səsi cihaza ötürülür. Ondan əlavə həmin funksiyası da var ki, məsələn, tutaq ki, müəllim kimdənsə nəsə soruşmaq istəyir, həmin qələmin səmtin yönəldir həmin şagirdə və birbaşa ancaq o eşidir. Yəni elə bir formada mən belə arzusunda olardım ki, məktəblərimizdə hardakı implantlı uşaqlar var, məktəblərimizdə həmin o qələmdən istifadə edilsin. Çünki bu, onların eşitməsində, anlamasında daha çox kömək edir. Sonnet 2 cihazının üstünlüyü də bir də odur ki, o su keçirməz IP58, yəni yağışdan və tozdan qorudandır. Bundan əlavə sonra isə çıxdı, belə deyək, Rondo cihazları. Rondo 2 cihazda bir çox pasientlərimizdə var, hal-hazırda istifadə edirlər. Rondo 2 cihazından sonra Rondo 3 cihazı istehsal olundu
bu daha mükəmməl, daha artıq və bir çox funksiyaları çoxlayan bir cihazlardır. Reabilitasiya işini aparmaq çox ciddi çətinlik törədir. Hətta tam normal eşitməsi olan uşaqlarda belə. Mən hər gün demək olar ki, mərkəzlərdən yönləndirilmiş uşaqları müayinə edirəm ki, eşitməsi heç bir problem yoxdur. Özünü tam eşitməmiş bir uşaq kimi aparır. Ona görə olan reabilitasiyası çətin olur. Yəni bu qrupda xüsusi ehtiyatlı davranmaq lazımdır. Əgər autizmli uşaqda eşitmə qüsuru aşkarlanırsa, ilkin etap cihaz təyinidir. Cihaz təyini, uşaq cihazı gəzdirəcəkmi? Cihazdan fayda görəcəkmi? Əməliyyat öncəsində 3-6 ay ərzində dəyərləndirmə aparır. Əgər uşaq cihazı gəzdirirsə, yəni reabilitasiya yatımlıdırsa, psixoloq ondan razıdırsa və onun rəyini alır, o icazə versə, əməliyyata yönləndirə bilirik. Bəzi hallarda əməliyyatdan fayda görməyə də bilər. Ona görə xüsusilə ehtiyatla davranmaq lazımdır. Çünki dediyim kimi, hətta normal eşidən autizmli uşaqlarda belə bu proses çox uzun çəkir. Çox sağ olun. Yəni əlavə bir sualınız olsa yenə cavablandıraram. Minnətdaram sualınız üçün. Olar? Bəli, buyurun. Nəzərinizə çatdıraq ki, biz sağlamlıq imkanları məhdud uşaqları üçün Respublika Xüsusi İnternet Məktəbinin müəllimləriyik burada hal-hazırda. Biz impart uşaqlarla bağlı valideynlərin maariflənməsindən, yəni bir balaca narazıçılığımız var. Nəyə görə? Əməliyyat olunmuş uşaqların valideynləri jest dilindən qaçır. Yəni bu nə dərəcədə düzgündür? Biz bilmək istəyirik ki, surda pedaqoqların işi, yəni gecikir. İmplant olunmuş uşaqlar hal-hazırda jest dilini bilməkdən qaçırlar. Yəni bunların maariflənməsinə, valideynlərin daha da inkişaf eləməsinə, belə bir məktəbin, belə bir yəni surda pedaqoqların olmasına biraz üstünlük versəz daha yaxşı olar. Yəni sualınız ona ibarət ki, Jessica onun danışıq dilinə maneçlik törədirmi, yoxmu? Bəli. Yox xanım. Biz onu demək istəyirik ki, bu uşaqlar jest dilindən qaçırlar. Valideynləri bu uşaqları qaçırdır, inklüziv təhsilə yönəldirlər. Yəni inklüziv təhsilə yönəltməkdənsə onunla bərabər jest dilini öyrətmək daha vacibdir. Nə vaxtsa, məsələn, aparat xarab oldu. Məsələn, nə oldu? Valideynin o maddi imkanı olmadı. İndi təbii ki, hər şey dövlət tərəfindən, 50% dövlət tərəfindən qarşılanır. Bunun yəni sabahını düşünərək valideyni belə maarifləndirmək məsləhətdir biz tərəfdən. Bu sizin yanaşmanızdır. Çox böyük hörmətlə yəni qarşılayıram yanaşmağınızı, amma doğrusu protokol üzrə nədir? Jessica'dan qaçmaqdır. Çünki Jessica'ya yönəlmiş uşaqlar heç bir şəkildə nitqini inkişaf etdirmirlər. Bunu dəfələrlə görmüşüm. Mən 10 ildən artıq ki, eşitmə qüsurlu uşaqlarla işləyirəm, hətta 12 ilin üzərindədir. Və Jessica'ya yönəlik uşaqlar, yəni nitq inkişafından çox geri qalırlar. Mən başa düşürəm, yəni siz deyirsiniz, məsələn, implant işləməsi necə ola bilər? Bizim bütün qayəmiz, bütün cəhdimiz onların implantın daim işlək vəziyyətdə olmağıdır. Hətta Mehriban xanımın növbəti etapda, yəni qazandığı növbəti uğur da özünüz bildiniz ki, yəni daxili hissədə, xarici hissədə problem yaranarsa dövlət dəstəyinin o hissənin yəni dəyişdirilməsidir. Amma Jessica ilə yəni öncədən gələn uşaqlarda nitqin inkişafında ciddi biz geriliklər görürük. Alternativ olaraq xanım, yəni ki, alternativ olaraq bərabər. Bizdə məsələn elə uşaqlar var ki, onlar bərabər olaraq hər ikisini bilirlər. O bilmək ikinci bir tək üstünlük kimi hesab oluna bilər. Ancaq o halda ki, tam nitqi formalaşsa, yanaşı öyrənməyinə mən müsbət baxa bilərəm. Amma tam nitqi formalaşandan sonra nitq inkişafı dönəmində, yəni postlingual dövrdən söhbət gedir. O dönəmdə öyrənə bilərlər. Amma prelingual dövrdədirsə, uşaq hələ danışığı öyrənirsə, bu dönəmdə Jessica'nı ona qoşaraq biz onu ağır yük altına salmış oluq və nitq inkişafı ləngimiş olur. Ancaq postlingual dövrdə bu baş veribsə, yəni artıq nitqi varsa, nitq inkişafı dönəmində yanaşı olaraq, alternativ kimi qəbul etmək olar. Doktor, sadəcə olaraq bizim onu deməkdə məqsədimiz odur ki, çünki biz valideynlərlə daha çox işləyirik və bu tip uşaqlarla daha çox ünsiyyətdə oluruq. Deməyimizdə məqsəd odur ki, ümumiyyətlə nitq inkişafının ilk mərhələsində jest və mimikalar öz yerini tutmalıdır. Bu, bütün normal uşaqlara da şamil olunur. Yəni, koklear implantasiya əməliyyatı olmuş uşaqların reabilitasiyasının ilkin mərhələlərində həm Jessica'dan istifadə etmək dodaqda. Çox sağ olun üçün təşəkkür edirəm. Allah Taala bizi elə yaradıb ki, bizim 2 qulağımız, 2 eşitmə mərkəzimiz var. Yaxşı olardı ki, hər iki tərəfə implant olunsun.
Amma maddi tərəfdən olan problemləri nəzərə alsaq və daha çox uşağı implant eləmək yönündə olan bizim istiqamətimizi nəzərə alsaq, bir tərəfli implant əməliyyat olunmağı da, yəni nitq inkişafında heç bir problem yaratmır. Hətta doğuşdan tək tərəfli eşitmə itkisinə doğulan şəxslər var. Yəni bir qulaq tam normaldır, digər qulaq heç eşitmir. Belə insanlar tam normal nitq inkişafına malikdirlər. Hətta təsadüfi check-up müayinələrdə aşkarlana bilirlər. Mən uzun illərdir check-up müayinələr icra elədiyim üçün bunu bilirəm. Yəni bunlarda olan yeganə problem nə olur? Səsi yön təyini, yəni səsin lateralizasiya problemi. Arxadan çağıranda sağdan ya soldan gəldiyini aşkarlaya bilmirlər. Bir dənə də tək bir dənə problem həmin tərəfdə tutaq ki, olanda eşitmənin qavraması daha az olur. Amma belə ümumilikdə götürükdə tək tərəfli eşitmə üzrə, yəni implantasiya olunmağı ona nitq inkişafına yetərli qədər kömək edir. Bəzən biz elə bilirik ki, koklear implantasiya bizim üçün bütün problemlərin sonudur. Ancaq koklear implantasiya yeni bir mərhələnin başlanğıc və ilk nöqtəsidir. İnanın, ən böyük önəmli tərəfi implantdan sonraki dönəmdir. Onun reabilitasiyasıdır, ona valideyn dəstəyidir, ailə dəstəyidir. Bunlar çox vacibdir. Çünki biz məsələn ilk başladığımız dönəmlərdə dediyim kimi fondun dəstəyi ilə başladığımız məhdud sayda bizə implantasiya verilmişdi. Həmin vaxtda regionlarda çox böyük axınlar oldu və bizim də bəlkə də təcrübəsizlikimizdən irəli gələrək yaxşı dəyərləndirmə apara bilmədiyimiz, implant olunub ancaq implantdan fayda görməyən yetərli sayda uşaqlarımız var. Onlar Mədət müəllimə də müraciət edirlər, bizlərə də müraciət edirlər. Yəni bunları biz görürük. Ona görə də dediyim kimi komanda işi şəklində koklear implant namizədinin seçimi çox önəmlidir ki, vaxtında düzgün diaqnoz qoyulub, vaxtında implant olunsun ki, uşağın nitq inkişafı gecikməsin. Ədəbiyyatda hətta 9 ayında göstərilir, amma dünya üzrə yəni 1 yaşında ən tez əməliyyat icra olunur və 1 yaşında əməliyyat olunmuş uşaqlar tam normal yaşlılarla Başırıq ki, bu uşaqlar inklüzivdir, amma məktəbdə bunu belə hesab etmirlər. Yəni ki, onlarda təlimat var, inklüziv sayılır, yalnız psixi pozulması olan, psixi dəstəyə ehtiyacı olan uşaqlar. Yəni, gələcəkdə bu məsələni tənzimləmək daha yaxşı olar. Mənim oğlum artıq 8-ci sinifdə oxuyacaq, o artıq sərbəst oxuyur, yəni dərslərində davamlıdır. Amma məktəbdə bu dəstək uşaqlar üçün 1-ci sinifdə çox mütləqdir. Bunu yəni xahiş edirəm, məktəblərdə tətbiq etsinlər. Xanım, suala görə çox təşəkkür edirəm. Əvvəla deyim, inklüziv uşaq anlayışı yoxdur. Mən hər zaman hər yer edirəm. İnklüziv cəmiyyət anlayışıdır. İnklüziv haqqında qanun səhv eləməmişsə 2022-ci ildə tətbiq olunmağa başladı və orada kriteriyalar görsənir hamısı. Əgər sizin uşaq şəhər psixoloji tipi pedaqoji komissiyaların qərarı ilə həmin məktəbdə təhsil almağa yönəldilibsə, o artıq inklüziv layihənin bir iştirakçısı olur və salon imkanları məhdud uşaq kimi orada qeyd edilir. O dövrdə o keçməmişdi o komissiyadan, o yox idi. Yəni 2019 idi də, deyəsən məktəbə gedəndə o komissiya yox idi. Tamam. Yəni normalda oradan keçib həm aylıq müavinət almalı uşaqlar məktəb bitirənə qədər, həm də əgər pensiya məsələləri, müavinət məsələləri onlar düşürsə onlar da olmalıdır. Amma oradan keçməyibsə və məktəbdə limitli sayı olduğuna görə məktəbin yanaşması o dövr üçün daha uyğundur. Çünki orada logoped təyin olunursa, həmin logopedin iş saatı var. Həmin iş saatına uyğun o 2 uşaqlı, 4 uşaqlı, 10 uşaqlı ona uyğun tənzimləyə bilir. Əgər istiqamət verilsəydi ki, həmin il üçün siz gedin, komissiyadan keçin, bizdə yer yoxdursa, bir başqa inklüziv layihə tətbiq olunan məktəblərin birində yer var. Orada uşaq təhsil alsın. Çox güman ki, siz razı olmayacaqsınız. Ona görə uşaq orada örgəşib, ərazi olar. Yaxındır, mən də etiraf edirəm ki, 2019-cu ildə cəmi 4 məktəb var Bakı şəhərində. Yəni, bu anlaşılandır. Artıq 2026-cı ildə bunların sayı səhv eləmirəmsə 60-ı keçir. Bu baxımdan sizi başa düşürəm, tək logoped yox, bütün müəllimlərin himayəsindədir. Yəni, tək logopedi yüklənmək olmaz və bütün valideynlərin himayəsində olmalıdır. İnkluziya yanaşma, ümumi yanaşmadır. Orada xüsusi olaraq da bu uşaq, sağlam uşaqların məhdud uşaqdır, bu uşağı qabağa qoyaq, bu uşağa şərait yaradaq, bu uşaq digərlərindən seçilsin anlayışı yoxdur. Biz çalışırıq ki, uşaqlarda özgüvən o formada formalaşsın. Yəni, hər zaman kiməsə ehtiyacı var deyə məktəbi bitirməsin. Aydındır mı? Təşəkkür edirəm. Çox sağ olun.
Çox sağ olun, təşəkkür edirik. İdarə heyətinin sədri Aygün Əliyevə təşəkkürümü bildirirəm. Və son olaraq hər kəsi xatirə şəkli çəkmək üçün səhnəyə dəvət edirəm. Biz yaxınlaşın xatirə şəkli. Çox sağ olun. Gəlin, gəlin xanım. Gəlin.